Ümumiyyətlə insanın nəfsi elə yaradılıb ki, o daima ona zərər verən, fayda verməyən şeylərlə məşğuldur. Əgər insan Quran-ı Kərimə baxsa və Quran-ı Kərimə diqqət eləsə və görər ki, həqiqətən də günahların səbəbi və asiliklərin səbəbi, başlıca səbəbi cahillikdir. İnsanın elmsiz olmağıdır. Bu barədə Quran-ı Kərimdə bir çox misallar çəkmək olar. O misalların birində Uca Allah Subhanahu wa Ta'ala Əraf surəsi 138-ci ayədə deyir ki, "Qalu ya Musa ic'al lana ilahan kema lahum aliha." Musanın qövmü ona dedi ki, ey Musa, onların ilahları olduğu kimi, onların məbudu olduğu kimi bizim üçün də bir ilah düzəlt. Bizim üçün də bir ilah et. Qalə innekum qavmun teşhəlun. Musa qövmünə dedi ki, həqiqətən siz cahil qövmsünüz. Bu onu göstərir ki, onların Musadan ilah tələb etməkləri və məbud tələb etməkləri onların cahilliklərindən idi. Və həqiqətən də dedik ki, cahillik günahlara, asiliklərə ən böyük səbəblərdən biridir. Və başqa ayədə misal çəkmək olar. Uca Allah Subhanahu wa Ta'ala Nəml surəsində buyurur ki, وَلُوتًا اِذْ قَالِ لِقَوْمِهِ اَتَأْتُونَ الْفَاحِشَةَ وَاَنْتُمْ تُبْصِرُونَ. Lut öz qövmünə dedi ki, siz göz görə-görə, yəni fahiş murdar əməllərlə məşğul olursunuz. اَاِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَى. Siz qadınları qoyub kişilərə yaxınlaşırsınız. Bəl əntum qavmun təcəlun. Həqiqətən də siz, yəni, cahil bir qövmüsünüz, cahil bir millətsiniz. Həmçinin Uca Allah Subhanahu wa Ta'ala mömin qadınlar üçün, iffətli qadınlar barəsində buyurur ki, وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى. Uca Allah mömin qadınlar barəsində buyurur ki, evlərinizə qərar tutun və cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Və bu onu göstərir ki, bunlar hamısı cahiliyyə əlamətlərindəndir, cahillikdəndir. Ona görə də insan çalışmalıdır ki, yəni dedik ki, cahilin əksi elmdir və insan bu məsələlərdə elmlənməlidir. Buna aid bir çox Quran-ı Kərimdən dəlillər, misal çəkmək olar və ümumiyyətlə biz keçmiş qövmlərin halına baxsaq, onların arasında baş verən şirkin, küfürün və günahın baş vermə səbəblərinə baxsaq, ən böyük səbəblərdən biri də, ən üstün səbəblərdən biri də onların Uca Allah Subhanahu wa Ta'ala ad və sifətləri məsələsində və həmçinin Allah Subhanahu wa Ta'ala'nın mükafatı və onun cəzaları barəsində cahil olmaqlarından irəli gəlirdi. Ona görə də əgər insan Allaha qarşı üsyankarlıq edirsə, Allah Subhanahu wa Ta'ala qarşı günah işləyirsə, deməli, həmən insan cahildir. Necə ki, bu barədə sələflər Uca Allah Subhanahu wa Ta'ala'nın Nisa surəsi 17-ci ayəsinin təfsirində deyirlər ki, Uca Allah belə buyurur, İnnəmət təvbətə aləllahi lillədini yə'məlunə su bicəhələ thümmə yətubunə min qarifə uləyəkə yətubullaha aleyhim və kənallahu alimən həkimə. Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, həqiqətən də, yəni, Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar cahillikləri üzündən pis iş gördükdən sonra tez tövbə edirlər. Həqiqətən Uca Allah tövbələri qəbul edəndir və o biləndir və həkimdir. Sələflər bu ayənin təfsirində, Nisa surəsi 17-ci ayənin təfsirində bicəhələ, yəni cahillikləri ucbatından günah işləyib, sonra dərhal tövbə edərlər. Cahillik kəlməsi barəsində sələflər buyururlar ki, ya həmən insan Allah Subhanahu wa Ta'ala'nın verdiyi cəzadan, verdiyi o şiddətli aqibətdən xəbərsizdir, ya da insan Allah Subhanahu wa Ta'ala'nın
yəni ona nəzarət etməsindən, onu görməsindən xəbərsizdir. Və yaxud da Allah subhanahu wa ta'ala insan, yəni birinci dediyimiz kimi əzabından xəbərsizdir. Yəni bicəhələ cahillik ucbatından insanın günah işləməsi, yəni buna qayıdır. Ya insan unudub ki, yəni Allah onu görür, Allah ona nəzarət eləyir, ya da insan unudub ki, Allah subhanahu wa ta'ala onun etdiyi bu əməlinə görə onu cəzalandıracaq. Deməli bunları unudub, deməli bu onun yadından çıxıb. Və belə olduqda isə insanın imanı zəifləyir və ona görə də kim əgər yəni bu etibarla Allah subhanahu wa ta'ala qarşı günah işləyirsə, deməli o cahildir, yəni xəbərsizdir, elmsizdir. Yox əgər bilirsə ki, yəni günah işləmək haram əməllərdən biridir, o zaman bu insana onu vacib edir ki, Allah subhanahu wa ta'ala onu etdiyi əmələ görə cəzalandırsın. Amma uca Allah subhanahu wa ta'ala insanı bilmədiyi şeylərə görə heç vaxtda cəzalandırmaz. Ona görə də sələflər ümumiyyətlə buyururlar ki, yəni insan nə kimi günahlar işləyirsə, hamısı onun cahillik ucbatındandır. Və buna aid bir çox misallar çəkmək olar. Qatad rahimullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əshabı bir fikir üzərində idilər ki, kim əgər Allaha qarşı cahillik, yəni günah işləyirsə, deməli o insan cahildir. Və kim əgər Rəbbinə qarşı günah işləyirsə, o cahildir, hətta o cahillik ondan qalxana qədər, hətta o günah ondan qalxana qədər. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, insanın qəlbində həqiqi elmin və möhkəm elmin sabit olması həmən insana yəni şəriətə müxalif olan söz və feilləri işləməyə ona mane olur. Yəni heç vaxt görməzsən ki, əgər insanın qəlbində, yəni əgər möhkəm elm varsa, həqiqi elm onun qəlbində yerləşibsə, o heç vaxt şəriətə müxalif olan sözlər və yaxud da hərəkətlər etməz. Yox, əgər şəriətə müxalif olan söz və hərəkətlər artıq ondan baş versə, ondan çıxsa, deməli insanın qəlbi qəflətdədir və həmçinin də və yaxud da insanın qəlbi o günaha qarşı müqavimət göstərməyə zəifdir. Və bunlar hamısı insanın qəlbinin qəflətdə olması, günaha qarşı qəlbinin müqavimətinin zəif olması nədir? İnsanın imanının azalması səbəblərdəndir. Və cahillik həqiqətən də insanın Allah barəsində cahil olması yəni təhlükəli bir xəstəlikdir və insanı həlak edən bir xəstəlikdir və bu cahillik doğrudan insan dedi ki, həlak eləyir və insanı uçuruma aparır və ona görə də əgər insan görsən ki, insan yəni həlak olub, yəni ona ehtiyac yoxdur ki, insanın niyə görə həlak olduğunu soruşasan. Əgər o həlak olan insan Allah subhanahu wa ta'ala əmirlərinə qarşı laqeyd idisə, onun qadağalarından çəkinmirdisə, onda o insanın həlaki barəsində soruşma. Çünki o öz şəhvətlərinə uymuşdu və öz şəhvətlərinə təslim olmuşdu və ona görə də insan bunun ucbatından insan həlak oldu. Və insanın bu yoldan xilas olmağının səbəbi də Allah subhanahu wa ta'aladan müvəffəqiyyət və yardım diləməsi ilə mümkündür. Həmçində insanın salih əməllərlə və həmçində ona fayda verən elmlə məşğul olması ilə mümkündür. Ona görə də bu xəstəlik və bu mərəz insandan aradan qalxmaz, ta ki insan ona fayda verən şeylərlə məşğul olmadıqca. Ona görə insan özünə fayda verən əməllərlə məşğul olmalıdır. Və xüsusən də insan özünü
Allah Subhanahu wa Taala'nın Allah Subhanahu wa Taala barəsində olan elmlə özünü elmləndirməlidir. Allah Subhanahu wa Taala və sifətləri məsələsində insan bilməlidir ki, həqiqətən Allah Subhanahu wa Taala nəzarət eləyəndir və o Allah Subhanahu wa Taala görür, eşidir və s. və axı bu adları öyrənib və həmçinin bu adların mənalarını insan tədəbbür etməlidir və düşünməlidir.